Ya Allah, bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bildiyiniz kimi artıq fiziki tərbiyə fənni üzrə ümumi sınaq sizlərə təqdim olundu. İctimai olaraq paylaşılıbdır və bizim yenə də sınavımız olacaq, onunla bağlı məlumat sizə çatdıracağam. Deməli, tətbiqimizdə ixtisas üstəgəl metodika kateqoriyası ayırmışıq və burada müxtəlif fənlər üzrə mərhələli şəkildə ümumi sınaqlar təşkil etmək planımız var. Artıq fiziki tərbiyə üzrə bunu reallaşdırmışıq. 60 suallıq sınaqdır. 50 sual fənlə bağlı, 10 sual isə metodika, yəni kurikuluma həsr olunubdur. Xüsusilə burada istiqamət olaraq sertifikasiya götürülür, amma müəllimlərin işə qəbuluna hazırlaşan şəxslər də gəlib işləyə bilər, yəni onun hər hansı bir problemi yoxdur. İndi isə bizim yeni mərhələdə təşkil edəcəyimiz sınaq ibtidai sinif müəllimləri üçün olacaq. 60 suallıq sınaq olacaq yenə və yanvar ayının 33-ünü planlaşdırmışıq. Sınaq səhər saat 8-dən axşam saat 12-yə kimi açıq olacaq və həmin saatlarda, həmin aralıqda istənilən zaman gəlib işləyə bilərsiniz. 60 suallıq olacaq. 25 Azərbaycan dili, 25 riyaziyyat, 10 sual isə kurikulumdan bağlı. İndi sınağı işləmə qaydası ilə bağlı danışacağam, amma ona keçməmişdən əvvəl sizə qruplarımızla bağlı məlumat vermək istəyirəm. Deməli, inşallah bizim fevral ayının 20-sində yeni sertifikasiya qrupumuz fəaliyyətə başlayacaq. Bu qrupda həftədə 4 dəfə canlı dərs keçəcəm və aylıq ödəniş cəmi 30 manat olacaq. Yəni, ödənişdə güzəşt etmişik, həftənin günü artıbdır, həftədə 4 dəfə dərs olacaq və proqramı rahatlıqla bitirə biləcək inşallah imtahana kimi, hətta təkrara da vaxt olacaq. Və burada sizlərə mən öyrənmə zamanı öz PDF materiallarımı təqdim edəcəm. Bu PDF materiallar birbaşa imtahan istiqamətinə uyğunlaşdırılıbdır və yığcam açar sözlərdən ibarətdir ki, bu öyrənməni daha da rahatlaşdırır. Eyni zamanda mövzu üzrə sınaqlar olacaq, hər mövzuya sınaqlarımız olacaq, daha sonra bölmə üzrə sınaqlar olacaq. Hər birisi proses zamanı sizlərə təqdim olunacaq inşallah. Qeyd olunmaq üçün bizim nömrələrimizə 070 855 53 73 nömrəmizə WhatsApp üzərindən yazaraq qeyd oluna bilərsiniz. Sonra gəldik digər məlumata. Müəllimlərin işə qəbulu üçün yeni qrupumuz isə martın 1-i fəaliyyətə başlayacaq inşallah. Və orada yenə həftədə 4 dəfə canlı dərs olacaq. Ödəniş isə aylıq cəmi 30 manat olacaq. Müəllimlərin işə qəbulunda da proqramı rahatlıqla bitirib, üstəgəl təkrara da vaxt deyə biləcəyik. Həm sertifikasiyada təkrara vaxt qalacaq, həm də müəllimlərin işə qəbulunda. Belə. Məlumatlar eynidir və yenə də müəllimlərin işə qəbulunda da öz PDF materiallarımızı təqdim edirik, sınaqlarımız olur. Hər bir sınağın izahı olur. Yəni, hər hansı bir məsələdə izahsız deyilən bir anlayış yoxdur. Sınaqların izahı olur. Testlər işləyirik, testlərin izahı olur. Hər birisinin. Hətta o izahlara istənilən vaxt baxmaq olur. Bizim dərslərimizdə bəzən müəllimlər soruşur ki, sonradan baxmaq olur. Əlbəttə olur. Hər bir dərs qeydə alınır. O qeyd sonra qrupa göndərilir və istənilən zaman gəlib ona baxa bilirsiniz. Ta ki, imtahan gününə kimi. Belə müəllimlər, burada artıq çox danışmaq istəmirəm. Nömrəmizə yazıb məlumat ala bilərsiniz. İndi isə imtahanla bağlı məlumat verim. İmtahan səhər saat 8-dən 30 yanvar. Axşam saat 12 kimi açıq olacaq və hara gedəcəksiniz? Adına baxın, şəxsi imtahan zonası imtahan ver. Bura daxil olacaqsınız. Mən indi hələlik burada aktivləşdirmişəm bunu sizə göstərməkdən ötürü. Baxın, ibtidai sinif müəllimliyi, ümumi sınaq 50 xal yazılıb, burada 60 olacaq. Hələ 10 sual kurikulum əlavə olunmayıb. Və üzərinə toxunacaqsınız. Kodu olacaq 25-25, əvvəlcən deyirəm, 25-25. Və burada imtahan qaydaları ilə razıyam. Bütün qaydaları oxuya da bilərsiniz. Yəni, qaydalar orada çünki önəmlidir. Həm də belə imtahan qaydaları ilə razıyam, onsuz razı olmadıqda başlaya bilmirik. Razıyam, göndərilir. Daxil olursunuz. Daxil olduqdan sonra suallara başlayırsınız. Riyaziyyatla başlayır. 25 sual riyaziyyat, 25 Azərbaycan dili. Həmçinin burada sualları, belə deyək, dəyişmək imkanınız da var. Məsələn, 50-ci suala da keçə bilərsiniz, 35-ci suala da keçə bilərsiniz. Amma mənim tövsiyəm odur ki, təbii ki, ardıcıl getmək daha məqsədə uyğun olar. Yəni, sualları, yenə məsləhət sizindir, necə istəsəz dəyişə bilərsiniz. Dediyim kimi, istənilən suala toxunaraq keçid edə bilirsiniz. Cavablandıranda da, məsələn, burada 700-dür deyək. Cavablandırdınız, baxırıq. İndi göndərə toxunmayın, amma əvvəlcə deyim, göndərə toxunmaq imtahanı bitirmək deməkdir. Göndərə toxunsanız imtahan bitəcək. Burada 700-ə əgər seçsinizsə, məsələn 700, növbəti suala keçirsiniz. Əvvəlki suala qayıdıb baxa bilirsiniz, onun bir problemi yoxdur. Amma seçəndən sonra növbətini vurub keçirsiniz növbəti suala və ya sualı buradan dəyişə bilirsiniz. Dediyim kimi, göndər imtahanı bitirmək deməkdir.
Yəni onu etməyək təbii ki. Bitirəndən sonra göndərə toxunub imtahanı yekunlaşdırırsınız. İndi mən buradan çıxacağam. Müəllimlər, buradan çıxacağam. Bir dəqiqə. Müəllimlər, burada bir məsələni sizə göstərmək istəyirdim. Dedim ona bir dəfə baxım, göstərim. Burada məsələn bəzi suallar ola bilər ki, şəkil olsun. Şəkli böyütmək üçün əlimizlə, iki barmağımızla daha doğrusu, iki əlləriylə, iki barmaqla şəkli böyüdə bilirik və rahatlıqla həmin şəkli belə deyək. Baxın, indi mən edə bilmirəm. Dediyim kimi, çünki bir əllə telefonda çəkirəm. Fikir verin, mən böyütdüm artıq. Baxın, bu şəkildə böyüdüb mətni oxuya bilirsiniz. Yəni, bəzən müəllimlər soruşur bunu. Şəkli böyütmək olur ekranda. İki barmağınızla toxunursunuz və şəkli istədiyiniz qədər böyüdə bilirsiniz. Məsələn, burada mətn var. Mətni oxumaq üçün şəkli baxın, belə ekran səviyyəsində də böyüdə bilərsiniz. Sonra onu aşağı-yuxarı çəkmək olur. Fikir verin, aşağı-yuxarı. Amma iki barmaq üzərində olmalıdır. Məsələn, bir barmaqla tutub eləsək olmayacaq. İki barmaqla böyüdürük, kiçildirik və onu aşağı-yuxarı çəkə bilirik bu şəkildə. Bu mümkündür. İstədim onu da göstərim. Elə özüm də dedim, yoxlayım, görün bir problem varmı, yoxsa yox. Və imtahanı bitirəndən sonra çıxmaq istəyirsiniz. Mən göndəri vurmadım. Çünki burada heç nə işləməmişəm. Çıxdım tutaq ki, tamamlandıya düşdü təəssüf ki. Gərək göndərə də toxunardım. Eyb yox. Sonra burada siz göndərə mütləq toxunursunuzsa, yenə deyirəm ki, imtahan bitsin və sizin xalınız hesablansın. Baxın, mənə bir xal düşdü. Çünki cəmi bir xal yazmışam. Bir sual yazmışam. Riyaziyyatla bağlı o da düz çıxıb. Baxın, düzgün cavablar bir dənə. 49-unu işləmədim deyə səhv cavab kimi düşdü. Amma siz imtahanı bitirəndən sonra düzgün cavablar hissəsinə toxunaraq cavablara baxa bilirsiniz. Hansı doğrudur, hansı yanlışdır. İşlədiklərinizlə də təbii ki, siz bunu təyin edə bilirsiniz. Belə müəllimlər, imtahanı inşallah 25-25 kodudur. 30 yanvar gəlib buradan işləyə biləcəksiniz. Gördüyünüz kimi hər birisi mümkündür. Yəni hər birisini etmək olur tətbiqdə. Belə. Allah amanında qalın. Növbəti izahlarda, sınaqlarda görüşmək ümidi ilə inşallah. Çalışacağıq ki, digər fənlərdə nəzərə alaq. Sağ olun müəllimlər.